Salam yoldaşlar, axşamınız xeyir. Deməli, salam F9 neçə aya hazırlaşmaq olar? Əvvəlcə bir giriş verim yoldaşlar. Bu canlı yayımda daha çox Financial Management, yəni ACCA-in maliyyə menecmenti ilə bağlı məlumat verəcəm, bu sertifikasiya ilə bağlı. Qısaca deyim, buradan gözləntimiz nə olmalıdır və kimlər üçündür? Karyerasını bank, investisiyanın qiymətləndirilməsi, investisiya şirkətləri bu sahədə qurmaq istəyən yoldaşlar üçün başlanğıc məlumatları öyrədir. Daha dərin məlumatlar üçün əlavə paperlər və yaxud da digər sertifikasiyalar mütləqdir. Nələr əhatə olunur? Dövriyyə vəsait anlayışı, pulun zaman dəyəri, investment appraisal, risk və şirkətin qiymətləndirilməsi, cost of capital və capital structure, kapital struktur və maliyyələşmənin xərci. Bu bölmələrdən danışır. Təxminən 3-4 ay ən geci kifayətdir. Və kimlər bu imtahanda iştirak edə bilər? Əgər sıfırdan başlayırsınızsa ki, bunu tövsiyə eləmirəm. Yəni birbaşa ACCA paperlərindən deyirsiniz ki, mən birbaşa F9-u vermək istəyirəm, yəni FM-i vermək istəyirəm. Tövsiyə eləmirəm. İmtahan təcrübənizin olmağı arzu olunandır. Amma FA-yi vermisinizsə, ən az F3-ü vermisinizsə, başlanğıc üçün məlumat bazanız kifayət eləyəcək. Daha tez hazırlaşanlar da var. Məsələn, bir aya, ay yarıma hazırlaşan yoldaşlar da var. Tövsiyə eləmirəm yenə də. Ortalama müddət 2 ay yarım, 3 ay orta götürə bilərsiniz. Və yaxşı xəbər odur ki, bu paperin daha çox subyektiv tərəfləri var. Yəni, standartı bilməsəz belə bəzi şeyləri məntiqlə yaza bilərsiniz. Deməli, başlayaq bir-bir indi suallara. Birinci sualımız, salam F9, yəni Financial Management imtahanı neçə aya hazırlaşmaq olar? Qeyd elədiyim kimi, hazırlaşmaq olar, yox, tövsiyə eləyirəm 2 ay yarım, 3 ay. Çox nə period uzun tutmayın, nə də çox qısa tutmayın. Axşamınız xeyir, hər vaxtınız xeyir. İngilis dili zəif ola F3 hazırlaşıb 80 nəticə göstərmək olarmı? Zəif deyəndə hansı level nəzərdə tutursunuz? Əgər sizin üçün elementary leveldırsa 80 zəif level, ehtimal aşağıdır. Yəni, məntiqi təfəkkürünüzün, mühasibat bazanızın nə qədər yaxşı olmağından asılı olmayaraq, imtahan ingilis dilindədir, sualları dərk eləməli və ona uyğun cavablar formalaşdırmalıyıq. Ona görə zəif deyəndə hansı level tutmazdan çox şey asıdır, amma mən bərbaşdan cavabı verim. Ən azı pre-intermediate deyilsə, ehtimal çox aşağıdır, həddən artıq. Salam, hər vaxtınız xeyir. Salam İsmail, hər vaxtınız xeyir. Vasif Zeynal yazıb, salam Rami müəllim, salam. Təşəkkür edirəm Vasif, siz yaxşı olasınız. Şəxsidən yazsam, roadmap formalaşdırıb ona uyğun kurslar götürə bilərəmmi? Bəli, mümkündür. Karyera konsultasiyası da mümkündür. Karyeramızı necə quraq, hansı sertifikasiyalara hazırlaşaq, bunlar da mümkündür. Zeynal yazıb, salam Rami müəllim, salam. Yoldaşlar, suallarınızı ünvanlaya bilərsiniz. Yəni, bu ümumiyyətlə ACCA sertifikasiyası ilə bağlı ola bilər. Səhifəmi yeni izləyirsiniz. Heç bir məlumatınız yoxdur. Bu sertifikat bizə nə vəd eləyə bilər və yaxud da digər paperlərlə bağlı soruşa bilərsiniz. Qeyd edeyim ki, fevral ayının 13-ü bizdə başlayır FA qrupumuz, F3 qrupumuz yəni. Həftədə 2 dəfə olacaq. Fevral ayının 26-sı Fundamentals qrupumuz olacaq. O qrupun mahiyyətinə də ondan da qısaca danışım. Bazanız zəifdir, ingilis diliniz zəifdir, mühasibata tamam yad bir sahədən gəlirsiniz. Təxminən ay yarım, 2 aylıq bir kursdur. Orada müəllim özüm deyiləm, digər müəllim heyətimizdən müəllim yoldaşdır. Orada nə öyrədilir? Mühasibatın bazası, terminlər, əsasən lüğətə və ingilis dilinin artırılmasına yönəlib. Təxminən 1.5-2 aydır. Təbii ki, mən heç bir halda sizə vəd eləyə bilmərəm ki, siz 1 ay yarıma, 2 aya ingilis dilinizi möhkəmləndirəcəksiniz, super olacaq. Yox, əvəzində nəyi vəd eləyirəm? Kitabın içərisində görə biləcəyiniz terminlərdən ibarət bir lüğət bazamız var, 1100 sözdür, onunla tanış olursunuz. O terminlərin mahiyyətini dərk edirsiniz, necə işlətmək lazımdır və təbii ki, yenə də hər sahədə olduğu kimi
istər həkim, istər maliyyəçi, istər nə bilim texnik, fərq eləmir. Hamısında sizin özünüzün dərsdən əlavə praktikanız mütləqdir. Müzakirəyə açıq deyil bu hissə. Yəni dərsə çox da ümid bağlamayın. Gözləməyin ki, dərsdə hər şeyi həll edəcəksiniz. Və mən sizə ümumiyyətlə heç bir kursumda onsuz da belə vədlər vermirəm. İstənilən halda mən sizə sadəcə biraz təkan ola bilərəm. İşin əziyyət hissəsi yenə də evə sizin üzərinizə qalır. Bunu gözə alırsınızsa, istər financial accountingdə, istər financial managementdə, reportingdə fərq eləmir. İstənilən sertifikasiyada uğur qazana bilərsiniz. Bunun sözünü verə bilərəm. 26-sı başlayacaq kursumuzla kimsə maraqlanırsa, desin zəhmət olmasa, onu da qeyd edeyim, ACC Fundamentals. Bir də mart ayının 7-sində Financial Management qrupumuz başlayacaq, F9 dediyimiz iyun sessiyası üçün. O barədə də məlumat verə bilərəm. Salam, F3 hazırlığı yayda nə zaman başlayır? Dəqiq tarix bilmirəm, amma böyük ehtimalla may ayında olacaq. Amma bu mənim təxminimdir, ola bilər tarix dəyişsin, söz verə bilmərəm. Salam, FR barədə məlumat verə bilərsinizmi? Bəli, verə bilərəm. FR, yəni Financial Reporting, F7 kimi tanıdığımız hazırlıq. Bu da təxminən 3 ay yarım və ya çox istisna hallarda 4 ay çəkir. 3 ay yarım, 3 ay kifayət eləyir. FA bazamızın olmağı burada həddən artıq tövsiyə ediləndir. Kifayət qədər yaxşı təsir bağışlayır. Əgər təcrübənizə, ingilis dilinizə və yaxud da universitet təhsilinizə güvənirsinizsə, o halda daha rahat mənimsəməniz də mümkündür. Məsələn, kimsə ola bilər ki, bir həftəyə, bəli, işdə görüb, universitet təhsili kifayət eləyir, ingilis dilisi çox yaxşıdır, riyazi təfəkkürü yaxşıdır, intensiv şəkildə hazırlaşıb vermək də mümkündür ki, tövsiyə etmirəm. Belə hallarda mümkündür. Həftədə 2 dəfə olur kurslarımız. Bakı vaxtı ilə həftə içi olacaqsa 20-15-dən 22-15-ə qədər. Həftə sonu olanda saatlar dəyişir. Bütün materiallar və s. təmin olunur və FR daxil olmaqla bütün qruplarım hamısı onlayn qaydada keçirilir. Zoom üzərindən. Sual gəlir, müəllim, Polşada Big Four-da işləmək üçün təcrübə tələb olunur, yoxsa F3 ilə də işə girmək mümkündür? Ümumiyyətlə yoldaşlar, Avropada sertifikat vacib deyil, mütləq tələb deyil. Yəni sualınıza cavab, Big Four-da işləmək üçün təcrübə tələb olunurmu? Bəli. F3 ilə işə girmək mümkündürmü? Nəinki F3 ilə, F3-süz də mümkündür. Əsas nə lazımdır? Vakansiyanın tələblərinə uyğun olmaq, ki bu çox ümumi bir cavabdır. Böyük ehtimalla orada F3-ün mütləq tələb kimi görməyəcəksiniz. Arzu olunandır, nə bilim, assetdir, advantagedir və s. Əsas sizdən iş təcrübənizi istəyəcəklər. Əgər bu varsa, rahatlıqla müraciət edə bilərsiniz və bunların hamısından öndə legal məsələ. Yəni, sənədiniz kifayət edəcəkmi? Əgər bu varsa, geri qalanları 2-ci dərəcəli vacibdir. Müəllim, mən B1 level'la mühasibat praktikası orta səviyyədə nə qədər müddət hazırlaşsam 60 nəticə göstərmək olar. Saat olaraq deyim, gündəlik saat yarım 2 saatı gözə alırsınızsa 3 ay kifayətdir. Nəinki 60 plus, hətta daha yuxarı level faizlərdə yığa bilərsiniz. Aybəniz Məmmədli yazıb, UNEC MBA mühasibatlıq sahəsində 2 il iş təcrübəsi və iş yerini dəyişmək istəyən biri üçün nə məsləhət görərdiniz, hardan başlamalı? İş yerini nəyə dəyişmək istəyirsiniz və haradan dəyişmək istəyirsiniz? Sizin üçün vacib olan nədir? Vakansiyadırmı, ixtisasdırmı, şirkətdirmi, maaşdırmı, nəyə fokuslanırsınız? Salam Ram müəllim, salam. İngilis dili məndə zəifdir, F3-dən 67 yığdım. F7 başlamaq istəyirəm, amma söz bazam, tərcümə etmə qabiliyyətim çox zəifdir. Nə məsləhət görərsiniz? Çoxlu oxuma. Fərq eləmir nə oxuyursunuz. Bədii əsər ola bilər, elmi məqalə ola bilər, elə F7-nin kitabı özü ola bilər. Çoxlu oxumaq və oxuyub sinxron şəkildə tərcümə eləmək. Bəli, deyəcəksiniz ki, tərcümə eləyə bilsəm elə F7-yə hazırlaşaram. Amma bu bir müddət sonra fərqində də olmadan yaxşılaşacaq. Bunu eləyin, söz verim, müsbət irəliləyişi hiss eləyəcəksiniz. Salam, F3 fevraldan sonra mayda olacaq. Böyük ehtimalla bəli. Bəlkə də bilmirəm, apreldə doldu. Təxminimdir ki, maya qalacaq, amma bilmirəm. Tez olsa, çox böyük ehtimalla səhifədə elan verəcəm. Salam müəllim, müsahibə hazırlığı nə vaxt olacaq? Yaxın zamanlarda elanını verəcəm.
təxminim martın əvvəlidir. Amma günlərdə yayınma ola bilər. Elan verəcəm səhifədə. Bu arada siz mənə CV göndərmişsiniz, yadımdadır, baxıb cavab verəcəm. Bəs IFRS neçə müddət hazırlıq çəkir? Yoldaşlar, gəlin bura bir aydınlıq gətirək. IFRS dediyimiz məfhum standartdır. ACCA qurumdur. IFRS ACCA imtahanlarında test olunur. Yəni ACCA qurumu bir mühasibin IFRS bilgilərini öz imtahanları vasitəsilə bəzi imtahanlarında test eləyir. Yəni IFRS neçə müddət çəkir, ACCA neçə müddət çəkir, bunlar biraz labirintə salır bizi, düzgün istiqamətə aparmır. Hansı IFRS öyrənməyə çalışırsınız? Məqsədiniz nədir? Hansı sertifikasiya üzrə hazırlaşırsınız? Məsələn, müxtəlif imtahanlar var da, deyək məsələn. ACCA FA var, burada standartları çox baza səviyyədə test eləyir. DIPIFAR var, çox dərin səviyyədə test eləyir. Hansı levelda IFRS-i nəzərdə tutursunuz və hansı sertifikasiya üzrə nəzərdə tutursunuz? Yəni, bu tip suallarda çalışın IFRS-ə yox, sertifikasiyanın adına fokuslanın, o bizə daha açıq bir istiqamət verər. Bəs FR-da nələri görürük? FA uğurlu keçmişəm. FR-da nəyi görürsünüz? Artıq hesabatın hazırlanma məntiqini bildiyiniz üçün sizə daha kompleks maliyyə transaksiyaları verir. Məsələn, maliyyə instrumentlərini verir. Məsələn, maliyyələşmənin xərci, borrowing costu verir. Konsolidasiyanın daha qəliz nümunələrini verir. Sonra təxirə salınmış vergi aktiv öhdəlikləri bu anlayışlardan danışır. Yəni, FA bizim üçün fundamentdir, bazadır. FR, yəni F7 dediyimiz anlayış bizə daha qəliz transaksiyalar öyrətməyə çalışır. Amma məğz eynidir. Və biraz yanaşma fərqi də var. FA daha çox accounting tərəfidir. FR reporting tərəfidir. Nəyi nəzərdə tuturam? FA hesabatı hazırlamağa, məntiqinə, konseptual çərçivəyə daha çox fokuslanır. FR bunu daha çox təqdimat hissəsinə fokuslanır. Demirəm, tamam fərqli istiqamətlərdə gedirlər. Amma biraz istiqamət fərqləri var. Bəs Azərbaycandakı Big Four Aysun yazıb. Sualınızı anlamadım. Böyük ehtimal yuxarıdakı sualın davamıdır. Təkrar yazın, zəhmət olmasa sualınızı tam. Ona uyğun cavab verim. Salam, F7 self-study şəklində vermək olarmı? Bəli. İstənilən imtahanı self-study şəklində vermək mümkündür. Bu sizin seçiminizə, həvəsinizə, vaxtınıza, enerjinizə, çox şeyə dayanır. Qısa cavab verim, bəli, mümkündür. İyun sessiyası üçün FR təlimi keçəcəmmi? Hal-hazırda planlaşdırmıram ki, böyük ehtimalla yox, sentyabra inşallah ki olacaq, amma FM var planda İyun sessiyası üçün. Azərbaycanda Big Four-da intern olurmu? Bəli, olur yoldaşlar. Bu arada bizim WhatsApp qrupumuz var. Orada tez-tez vakansiyaları paylaşıram. Təzə açmışıq, bir 10 gün olar. Ora üzv olmaq istəsəz, canlı yayımdan sonra mənə yazarsınız və yaxud da bir story paylaşaram. Ora üzv olarsınız. Big Four-da internlər olur. Necə tapa bilərsiniz? Çox sadə. LinkedIn və ya həmən Big Four-da işləmək istədiyiniz o Big Four-dan seçirsiniz. Məsələn, PwC deyək. Onların səhifələrini izləyirsiniz, sosial media hesablarını orada paylaşırlar. Ən sadəsi budur. Və ya qrupda mən də qarşıma çıxdıqca paylaşıram. Salam, xoş yayınlar, təşəkkür edirəm, minnətdaram. DIPIFAR çox çətindirmi? Nə ilə müqayisədə? Ümumi deyim, material çoxdur, bəli, çətin gələ bilər. Salam müəllim, Günay yazıb, salam. F3 self-study etmək istəyirəm. Necə başlamağı məsləhət görürsünüz? Hansı mənbələrdən istifadə etsək daha faydalı olar? BPP, Kaplan və StudyHub. Bu üç mənbədən başqa heç nəyi tövsiyə etmirəm. Əlavə olaraq ACCA hesabınız varsa, StudyHub-da olan videoları mütləq və mütləq tövsiyə edirəm. Qəti şəkildə orada BPP-ni işlədim, kifayətdir qənaətinə gəlməyin. Üçünü də işləyin. Kitabı bitirəndən sonra mocklar işləyin. Ən azı ACCA-nin rəsmi saytında olan və BPP və Kaplanın arxasında kitabın ən sonunda olan suallara, mock examlərə baxın. Mock exam dediyim nədir? Yəni, sınaq imtahanları, onlara baxın. Və yoldaşlar, kim ki self-study eləyir, məndə video paketlər də var, ödənişli şəkildədir. StudyHub-ın 2 ballıqlarının bütün videoları var. BPP-nin təxminən 200-ə yaxın sualı var və 15 ballıq sual var. Onu da əldə eləmək istəsəniz, mənə yazarsınız, detalları bölüşərəm.
Fərhad yazıb, salam mənim axşamınız xeyir, salam hər vaxtınız xeyir. Sonra müddətə görə saxladım, FC indi 40 gün vaxtım var, yenidən hazırlaşıram. Hansı mövzulara daha çox baxmalıyam? Kitabı bitirmişsiniz, yoxsa deyək ki, sıfırdan başlayırsınız. Sıfırdan başlayırsınızsa, kitabı yox, study hub'ı oxuyun, 40 günə çatdırmayacaqsınız. Bilmirəm, 40 gün niyə özünüzə limit qoymusunuz, bilmirəm. İş hədəfinizdir, ya işdən məcbur edirlər, ya şəxsi hədəfinizdir, o hissəyə qarışmıram. 40 gün tövsiyə etmirəm. Yox deyirsinizsə ki, yox, istənilən halda 40 günə verməliyəm. Study Hub-ın materiallarını oxuyub birbaşa testlərə keçin. Testlərə keçin deyəndə BPP-ni, Kaplanı və Study Hub-ı üçünü də nəzərdə tuturam. Bunlara baxın. Hansı mövzuya baxmalıyam? Hamısını. Heç bir mövzu digərindən üstün deyil. Hamısından sual düşə bilər, bəxt məsələsidir. Qətiyyən şayiələrə inanmayın. Filan mövzudan düşmür, filan mövzudan çox sual düşür. Yoxdur belə bir təxmin metodu. Hamısına hazırlaşın, hamısına. İşi bəxtə saxlamayın. Big Four-da intern üçün tələb olunanlar nədir? Yoldaşlar, tələb deməyim, günün reallığı deyim sizə. Nəzərə alın ki, hal-hazırda sizin rəqabət apardığınız şəxslər daha çox tələbə heyətdir. Çoxsunun FA, FR, nə bilim, digər sertifikatları var. Yəni, onlarla rəqabət aparırsınız. Tələblər odur ki, ACCA sertifikatlarınız olmalıdır, birinci tələb. İngilis diliniz yaxşı olmalıdır, ikinci tələb. Soft skillləriniz yerində olmalıdır. Soft skill nəyi nəzərdə tuturam? Ramin imtahanları verib, amma intervyu gedəndə həyəcanlanır, özünü təqdim edə bilmir. Gələn suala dolayı cavab verir. İntervyuda, məsələn, şirkət haqqında baza məlumatları araşdırmayıb. Verilən situasiya sualına düzgün cavab verə bilmir. Bax, bunlar tələb olunur. Ola bilər təcrübəniz yoxdur, amma siz sertifikatınızı, bilginizi intervyuda o qədər yaxşı təqdim eləmişsiniz ki, sizi intern olaraq işə götürərlər. Ola bilər ki, Raminin məsələn 10 il iş təcrübəsi var, amma intervyuya gedir, çox elə bir elementar səhv buraxır ki, o səhvə görə Ramini intervyuya götürmürlər. Artıq Raminin burada bilgisi vacib rol oynamadı, təcrübəsi rol oynamadı, artıq şəxsi keyfiyyətlər rol oynadı. Yəni, qısacası kompleks bir tələbdir. Qısa desəm, sizin üçün, tələbələr üçün nə lazımdır? Dil, sertifikatlar və özünü təqdimat. Bunları bilsəz, geri qalanları artıq yavaş-yavaş sizə bəlli olacaq. Sizin göndərdiyiniz 1100 söz FR üçün kifayət edirmi? Xeyr, amma çox hissəsini əhatə eləyir. Azərbaycandan xaricdə iş tapmaq necə olar? Yoldaşlar, hal-hazırda həvəsinizi qırmaq istəmirəm. Amma qanunverici ilə bağlı məsələlər çox çətindir. Yəni, Azərbaycandan bura birbaşa iş təklif almaq maliyyə sektorunda, baxın, yenə deyirəm, mümkünsüzdür demirəm. Belə bir adam bəlkə də tanıyırsınız. Amma hal-hazırda bugün şərtlər çox ağırlaşıb. Bugün fevral ayının, deməli, 4-üdür. 2026. Hal-hazırda qanunvericilik, sənədləşmə məsələləri o qədər çətinləşib ki. Yəni, bilginiz daha az rol oynayır, nəinki hüquqi məsələlər. Ona görə də müraciətlərinizə davam eləyin. Şansdır, bəlkə də alınar. Mümkündürmü? Mümkündür. Şans aşağıdır. Nələr tələb olunur? Dil, sertifikatlar və iş təcrübəsi. Vəssalam. Deməli, növbəti sual gəlib. Bir deməli, oktyabrın 19-u FC almışam. İllik lisenziyaya nə zaman ödəməliyəm? Güzəşlidirmi? Necə qeydiyyatdan keçmişsiniz, ondan çox şey asılıdır. Özünüz qeydiyyatdan keçmişsinizsə, təxmin edirəm ki, sizə göndəriləcək. Amma bu mənim təxminimdir. Hesabınıza daxil olun, oradan görəcəksiniz. Əgər yox, imtahan mərkəzi vasitəsilə qeydiyyatdan keçmişsinizsə, həmən imtahan mərkəzinə yazın, onlar sizə istiqamət verəcəklər. Normalda ödəniş, lisenziya deyəndə yəqin ki, illik üzvlük haqqını nəzərdə tutursunuz. Ödəniş artıq ödənməli olmalıydı, artıq hesabınızda görünməlidir. Əgər gəlməyibsə, deməli azad olmusunuz. Azərbaycandakı Big Four-da əsasən nə tələb olunur? Təcrübə yoxsa sertifikat? İntern kimi başlamaq üçün təcrübə zəruridirmi? Bayaq bu suala biraz qismən cavab verdim. Təcrübə yoxsa sertifikat? Təcrübəniz yoxdursa sertifikata fokuslanın. İkisi də varsa çox yaxşıdır. Yəni, qısa deyim, ikisi də tələb olunur. İntern isə bayaq dediyim cavaba istinad eləmək olar. Çox sağ olun. Dəyməz, siz də sağ olun.
F3 üçün xüsusi lüğət varmı? Var. Mənə yazarsınız, göndərərəm. Əgər göndərmişəmsə elə oldu. Yenilənmə yoxdur. Bugün ACCA Certificate hamısı lazımdırmı? Xeyr. Başlanğıc üçün bu təbii ki, sizin şəxsi hədəflərinizdən, məqsədlərinizdən asılıdır. Başlanğıc üçün 4 dənəsi ilk etapda kifayətdir. F3, F7, F9, F8. İmtahan mərkəzi qeydiyyat edib, onda həmən imtahan mərkəzinə yazın zəhmət olmasa, onlar sizə istiqamət verəcəklər. Çox böyük ehtimalla endirimdən yararlanmışsınız, amma yenə deyirəm, işi təxminə saxlamayaq, onlara yazın, daha dəqiqin desinlər sizə. Bugün konsaltinqdə mühasibatlıq üzrə ilk təcrübə günüm idi. Vergi və qanunvericilik çox qəliz və qarışıq gəldi mənə. Xeyirli olsun, təbrik edirəm. Düzələcək. Zamanla düzələcək. Vaxt olacaq ki, nə bilim, 1-2 il sonra indi çətin saydığınız şeylər sizə çox primitiv görünəcək. Söz verirəm. Xaricdə işləmək üçün hansı səviyyədə sertifikat lazımdır? Lazım deyil yoldaşlar. Sertifikat vacib deyil. Üstünlükdür, xeyli şans yaradır, amma vacib deyil. Yəni, özünüzü bununla limitləməyin ki, sertifikatım yoxdur, xaricdə məni işə götürməzlər. Ən vacib məsələ, qanunvericilik məsələsidir, qanuni məsələlərdir. İş təcrübəsidir, onu təqdimatdır və sonra sertifikatdır. Yenə deyirəm, sertifikat lazım deyil demirəm, mütləq deyil. Yəni, sertifikat əsas faktor deyil. Sertifikatsız da işə girə bilərsiniz, sertifikatla daha yaxşı, ürəkli, özünə əmin şəkildə müraciət edib daha çox şansınızı artıra bilərsiniz. Amma bu demək deyil ki, sertifikatsız bir adam müraciət edə bilməz və iş tapa bilməz. Onlarla adam tanıyıram, bir dənə sertifikatı yoxdur. Normaldır. Əsas bilirsinizmi və tətbiq edə bilirsinizmi? Və tətbiq və təqdim. Salam, sizcə Azərbaycanda fintech sahəsinin inkişafı gələcək istiqaməti necə görünür? Bu arada yoldaşlar, sabah bizim canlı yayımımız olacaq. ACC-in rəsmi nümayəndəsi Sənəm xanım və mən AI, yəni süni intellekt və ACC istiqaməti barədə danışacağıq. Qoşula bilərsiniz. Kimlər ki qoşulmayıb, mənə canlı yayımdan sonra yazsın. Linki paylaşım, qeydiyyatdan keçin zəhmət olmasa. Fintech sahəsi ilə bağlı istiqaməti necə görünür? Yoldaşlar, düşünürəm ki, belə deyək də, bu hissəyə daha çox baxır Rabitə və Yüksək Texnologiya Nazirliyi və son atılan addımlardan da görürəm ki, yəni bu istiqamətdə müsbət baxılır. Dünya trendini izləyirik, yəni. İstiqamət necə görünür? Gördüyüm odur ki, müsbət yöndə irəliləyirik. Amma hara gedəcəyik, heç bir fikrim yoxdur. Salam müəllim, risk management sahəsi üzrə hansı ACC sertifikatları faydalı olar? F9. Amma riskə yönəlmək istəyirsinizsə, %100 FRM tövsiyə edirəm. FRM ilə bağlı əgər detallı sualınız varsa, Bəxtiyarla çəkdiyimiz video var. Təxminən yarım saatlıq videodur. Sertifikatın üstünlükləri, detalları və s. barədə danışmışıq. Yazarsınız, təlimdən sonra göndərərəm və yaxud da YouTube səhifəmə girib FRM nədir yazsaz, çıxacaq. İyun sessiyası üçün kimi məsləhət görərəm? Mənə yazarsınız zəhmət olmasa. RFT87, yəqin ki, yoldaşın adı Rüfətdir. Yazarsınız mənə zəhmət olmasa, əlaqə vasitələrini bölüşərəm. Azərbaycanlı olub xaricdə yaşayan Avropada iş tapa bilər, 100% tapa bilər. Dekabrın üçün mail almışam, yanvarın 1-i deadline gəlmişdi, heç bir ödəniş etməmişəm, ediblər. Nəzrin xanım, bunu imtahan mərkəzindən danışın. Çünki mənim deyəcəyim məlumat yanlış ola bilər, detalları bilmirəm və canlı yayımda yalnız oxuduğum və işitdiyim qədər sizə bir şey deyə biləcəm də. Ən yaxşısını imtahan mərkəzi və ACC deyə bilər. Mən təxminlər eləyib sizi yanıltmaq istəmirəm. Axşamınız xeyir, hər vaxtınız xeyir İsmail. Portfolio analiz hansı sertifikatlar kömək edirlər? CFA, 100% CFA. Fərhad yazıb. Yoldaşlar, yəqin ki, bir 10-15 dəqiqə yekunlaşdıracaq. Suallarınızı verərsiniz, zəhmət olmasa. Big Four üçün F3 sertifikatı olmadan offer almaq şansı varmı?
var, amma rəqabət çoxdur, nəzərə alın. Mahmudov, hello. Salam, hello. Bu sahənin bizə uyğun olub-olmadığı necə əmin ola bilərik? Yaxşı sualdır. Rəqəmlərlə işləyəndə sıxılmırsınız, ürəyiniz sıxılmır, darıxmırsınız ki, bu birinci göstərici ola bilər, özünüzə verəcəyiniz sual. Və ətrafınızda bu işlə məşğul olan adamların oturun, söhbət eləyin, müşahidə eləyin, görün nə iş görürlər. Konfidensiallığı pozmadan onlardan gördüyü işin bir vizual görüntüsünü istəyin ki, bax, sən nə iş görürsən bütün günü. Onu sizə göstərsin. Əgər o iş sizə kənardan maraqlı gəlsə, biraz da eləyib, belə deyək də, həvəsdən düşməsəz, onda artıq bu sahənin sizə görə olduğunu söz vermirəm, onun cavabını tapacaqsınız. Amma sizə görə olub-olmadığının olmadığı hissəsinə əmin cavab tapa bilərsiniz ki, okey, əgər həmən an bezsəz, bilin ki, o sizlik deyil. Nə mənada deyil, böyük ehtimal bir nöqtədən sonra həvəsdən düşəcəksiniz. Yəni, elə adamlar var ki, özü də fərqindədir ki, o sahə ona görə deyil, amma qalıb işləyir. Və yaxud da zamanla alışır və sevməyə başlayır. Bu, case fərqlidir. Verə biləcəyim sadəcə indi xarakterinizi, sizin şəxsi keyfiyyətinizi bilmədiyim üçün deyə bilmərəm. Tam istiqamət belə verə bilərəm. İslam, salam İslam. CV başlamaq üçün minimum neçə ACC bəs eləyər? Mütləq tələb deyil, amma mənim tövsiyəm ən azı 3-ünü almaqdır. Yenə deyirəm, mütləq tələb deyil. ACC almadan da CV-yə başlaya bilərsiniz. Bir halda ki, soruşursunuz, ACC-yə necə hazırlaşır? ACC-dən neçəsini götürüm ki, CV rahat olsun. F3, F7, F9. Salam Rahman bəy, salam. IFRS ilə vergi məcəlləsi arasında fərqi qiymətləndirə bilərsiniz, zəhmət olmasa məcəllədən biliyim var. Tamam fərqlidir yoldaşlar. Yəni, bunların deyərdim ki, kəsişdiyi yer həddən artıq azdır. Nə mənada azdır? Məntiq olaraq eynidir. İkisi də hesabat hazırlamağa yönəlir. Amma vergi məcəllə üzərindən irəliləyir. IFRS isə beynəlxalq standartlar üzərindən irəliləyir. Orada da aktiv sayılır, öhdəlik sayılır, xərc sayılır. Bu hissələr oxşardır. Amma iş prinsipi yəni o qədər fərqlidir ki, vergi ilə IFRS üstə düşəndə təəccüblənə bilərsiniz ki, bunlar nəcə üst-üstə düşdü. Bəli, bunlar bir-birinə yaxınlaşmağa çalışır. Amma hər ölkənin fərqli qanunvericiliyi var deyə, IFRS onların hamısını birdən nəzərə ala bilməz. Yəni, bunu nəzərdə tutun. Və vergi bazanızın olub-olmamağından asılı olmayaraq. Hətta elə bir senari təsəvvür edək ki, vergi ilə IFRS çox üst-üstə düşürdü. Bu yenə də ACC-yə hazırlıq zamanı sizə nələrisə mütləq üstünlük qazandırmır. Yenə də tövsiyə eləyəcəkdim ki, siz materialı sıfırdan oxuyun. Yəni, başlayacaqsınızsa, sanki heç nə bilmirsiniz məntiqi ilə başlayın. Proses boyunca nələr sizə daha rahat gələr, əla. Gəlməz, onsuz da buna mental hazır idiniz. Finance üçün hardan intern keçək uğurlu ola bilərik? Magister xaricdə background güclü olmaq üçün. Big Four. Big Four üçün də ACCA paperləri çox böyük ehtimalla tələb olunacaq yoldaşlar. Bu arada yeni qoşulan yoldaşlara xatırlatma eləyim. Fevral ayının 13-ü Financial Accounting yeni qrupumuz başlayacaq. Ayın 26-sı Fundamental, ACCA Fundamental qrupu başlayacaq. Kimlərin ki bazası zəifdir, orada başlaya bilər. Və mart ayının 7-sində Financial Management, yəni F9 kimi tanıdığımız paper üzrə hazırlığımız başlayır. Qoşulmaq istəyən olarsa, mənə deyər zəhmət olmasa. Audit intern üçün texniki baxımından daha çox nələrə fokuslanmalıyıq? Əgər sertifikasiyalar nəzərdə tutursunuzsa, F3, F7, F8. Yox, ümumi yanaşma olaraq nəzərdə tutursunuzsa, tək bir söz deyə bilərəm, şübhəcil yanaşmaq. Hər şeyə şübhəli yanaşın. Skeptik olun, hər şeydə. Azərbaycan bazarında yüksəlmək üçün hansı dil, bilik və bacarıqlara sahib olmalıdır sizcə? Çox geniş sualdır. Hansı sahə, hansı ixtisas, hansı şirkət? Geniş sualdır.
F3 üçün 2022-23 kitablarından hazırlaşsaq olar, yoxsa son buraxılış oxumaq məsləhətdir? Mütləq deyil. Fərqlər var, amma bu fərqlər sizi imtahandan kəsəcək qədər böyük deyil. Hazırlaşa bilərsiniz. Tövsiyə eləyirəmmi? Məcbursunuzsa kommentim yoxdur. Alınırsa, heç olmasa 2025 kitabını tapın. Audit A1 texniki mərhələsində necə suallar olur? Bu arada yoldaşlar, məlumatı da verim. Bizim intervyulara hazırlıq qrupumuz da var. Burada texniki hazırlıq, eləcə də soft skill deyək də, özümüzü necə təqdim eləyək və s. bu kimi hazırlıq mərhələsi var. Yaxın günlərdə elanı verəcəyik və karyera konsultasiyası da mümkündür. Məsələn, deyirsiniz ki, mən karyeramı audit sahəsində qurmaq istəyirəm. Mənə yazırsınız, detalları müəyyən edirik və buna uyğun sizə addımlar təyin edirəm. Ödənişlidir və şəxsə uyğun olaraq, individual olaraq təmin olunur. Azərbaycan bazarında yüksəlmək üçün hansı bu sualı verdiniz? F3 sonrası F7 və F8 başlamaq məsləhətiniz. Baxın yoldaşlar, burada iki tövsiyə eləyə bilərəm. Qərarı özünüz verin. 1. Nəzərə alsaq ki, F3 və F7 və F9-un interpretasiya hissəsi, yəni maliyyə hesabatların analiz hissəsi bir-birinə çox yaxındır. Hədəfiniz nədir? Auditə yönəlmək istəyirsinizsə, auditin əsas tutduğu yer F3 və F7-dir. Yox, Financial Advisory Service, yəni FAS dediyimiz hissəyə yönəlmək istəyirsinizsə, orada F9-dur. Və bu imtahanlardan yuxarı bal yığmaq mı istəyirsiniz? Əgər elədirsə, mənim tövsiyəm nə olardı? F9-u verib, artıq imtahan strukturuna bələd olursunuz deyə, F7-də daha yaxşı perform eləyə bilərsiniz. Yəni, F7-də yuxarı yığmağı hədəfləyən, F9-u birinci sanki tramplin kimi istifadə eləyə bilər. F9-da yuxarı yığmaq istəyən, F7-ni tramplin kimi istifadə eləyə bilər. Bu tövsiyə deyil, sadəcə müşahidə əsasında sizə verə biləcəyim bir məlumatdır. F3-dən sonra ardıcıllıq baxımından deyirsinizsə, F7 daha çox əlaqəlidir. Amma hədəfiniz nədir? Ondan çox şey asılıdır. F8-i Big Ten təcrübəsi olan hazırlaşa bilərmi? Əlbəttə hazırlaşa bilər. Təcrübəsiz də hazırlaşa bilərsiniz. F7 üçün imtahandan neçə ay əvvəl yeni qrup başlayırsınız? Təxminən 4 ay əvvəl. Salam Rauf müəllim. Salam Rauf, yaxşıyam, çox sağ ol. Sən necəsən? Sentyabr və dekabr sessiyalarında çox uzun və vadəli sualdır. Bilmirəm Rauf. Böyük ehtimallı olacaq, amma hansında olacaq onu bilmirəm. Yəni zaman göstərəcək. Onda F9-a hazırlaşmağı düşünüm. Sonra F7 daha rahat ola bilərmi? Bəli. F9-un üstün tərəfi nədir yoldaşlar? Subyektivlik çoxdur. Bilməsəz belə ümumi məlumatlardan məntiq yürüdüb cavabı hesablama riyazi hissələrini demirəm. Nəzəri hissələrinə cavab yazmaq olur. Üstünlüyü budur. FR-da daha çox standarta dayanan bir məsələdir deyə. Standartı bilmiriksə, çox da təxmin edib yazmaq alınmır. Son bir neçə suala baxım. Maliyyə sahəsində gələcəyə dair tələb olunan kadr olmaq üçün analitika öyrənməliyik mi? Bəli. Öyrənməliyik, məcburiyyət kimi deməyim, öyrənmənizin çox faydasını görərsiniz. F3 üzrə keçən ilki Kaplan nəşri, cari ilki nəşrlər arasında fərq varmı? Var. Var yoldaşlar. Study Hub-a fokuslanın. FM nələrə əhatə eləyir? İnvestisiyanın qiymətləndirilməsi, dövriyyə vəsaitin idarə olunması, cost of capital, sonra capital structure, business valuation və risk barədə danışır. Əsas hədəf nöqtəsi budur. Karyera planlaması edirikmi? Bəli, eləyirəm. Canlı yayımdan sonra mənə yazarsınız, zəhmət olmasa. Sizlə bir görüş təyin edib detalları bölüşərəm Zoom vasitəsilə. F7-dən mən daha çox B sectionundan itirmişdim, nəinki C sectionundan. Doğrudur yoldaşlar. Eyni məntiq F9-da da keçərlidir. C bölməsi açıq sualdır, 10 figure rule var deyə daha rahat olur. Yəni,
hesablamada 20 ballıq, deyək ki, iri bir case study'dir. Müəyyən hissələrdə səhv eləmisinizsə, bütün yanaşma doğrudursa, balınızı tam kəsmirlər. Hissəvi bal itirirsiniz. 2 ballıqda isə, yəni A və B bölmələrində tam sual əldən çıxır. Fərq budur. FR-da da belədir, FM-də də belədir, ikisində də. Ram müəllim, karyera məsləhətləri üçün konsultasiya almaq olarmı? Bəli, olar. Məsələn, mühasibatlıq sahəsində yeni başlayan biri üçün, bəli, mümkündür yoldaşlar. Hər ehtimala qeyd edeyim, yəni gözləntinizi buna uyğun qurun. Ödənişlidir. Proses necə olur? Sizlə görüş təyin edirəm, Zoom. Hədəflərinizi müəyyən edirik. Soruşuram sizdən nə istəyirsiniz, hara getmək istəyirsiniz. Buna uyğun sizə bir plan çiziram və onun icraatını yavaş-yavaş izləyirəm sizdən. Yəni, hər bir konsultasiya fərdi şəkildə aparılır. Mümkündür. F3, F7 sertifikatlar işə qəbulu nə dərəcədə asanlaşdırır? Ən azı rəqabətdə qabağa keçirsiniz. Yəni, bu nüansı nəzərə alın. Asanlaşdırır, sizə vəd verilmiş kimi danışmaq istəmirəm. İntervyuda daha əmin olursunuz. Test suallarını daha yaxşı yaza bilirsiniz. Gördüyünüz işin mahiyyətini dərk edirsiniz. Bu baxımından asanlaşdırır. Heç bir sertifikat, bununla bağlı dəfələrlə canlı yayımda danışmışam, video çəkmişəm. Sertifikatın heç biri əminlik eləmir sizə ki, sertifikat alış keçirəcəksən. Belə bir əminlik verə bilmərəm sizə. Əminlik verəcəyim hissə nədəndir? İntervyu hissəsi, özünün təqdimat hissəsi və gördüyünüz işin mahiyyət hissəsi və ən vacib məsələ təbii ki, rəqabətdə qabağa çıxmaq. Bu kimi hissələrdə asanlaşdırır. Mən sizə yazsam, WhatsApp qrupunuza, bəli, WhatsApp qrupuna əlavə edə bilərik. Lüğət paylaşa bilərəm. Bu paylaşacağım lüğət ancaq F3 və F9 üçün deyil, ümumi ACCA paperində görə biləcəyiniz sual bazasını əhatə edir, 1100 sözdür. Deməli, yoldaşlar, canlı yayımdan sonra mənə yazarsınız, elə WhatsApp qrupuna üzv olarsınız, orada paylaşarıq. Son 2 dəqiqədə sualları alaq, sonra yekunlaşdıracağım. Mövzumuz daha çox financial management ilə bağlıdır. ACCA paperlərinə hazırlaşan yoldaşlar üçün mart sesiyasında yeni qrupumuz başlayacaq. Bankda çalışan, investisiyaya yönəlmək istəyən, daha çox maliyyəyə yönəlmək istəyən yoldaşlar üçün FR, daha doğrusu FM kursu barədə. Başda tövsiyə edəcəyiniz kurs varmı? Nə ilə bağlı? Konsultasiya F7 üçün mövzu üzrə neçə azəyin? Bu inboxa yazın yoldaşlar, məlumat verim. Xarici bazar üçün, remote iş üçün nələri bilmək lazımdır? Xarici bazar deyəndə haranı nəzərdə tutursunuz? Hansı vakansiya, hansı iş, təcrübəniz nə qədərdir və s. FM yayda açılacaqmı bilmirəm yoldaşlar. İndi soruşursa heç bir fikrim yoxdur. Normalda FM ildə 2 və 3 dəfə götürürəm. İndi bilmirəm bu hansı sesiyyə təsadüf edəcək, heç bir fikrim yoxdur. Sıfırdan mühasiblik, əgər lokal mühasibatlığı nəzərdə tutursunuzsa, bəli, canlı yayımdan sonra mən inboxa yazın, zəhmət olmasa, screenshotlarını göndərim sizə. Yox, nəzərdə tutursunuzsa, IFRS əsaslı beynəlxalq mühasibatlığı, o halda ACCA sizin üçün ən yaxşısıdır. Qeyd edeyim, burada sizin hədəf nədir? Hədəfinizdən çox şey asılıdır. Big Four-da mı işləmək istəyirsiniz? Lokal iri holdinglərdə mi işləmək istəyirsiniz? Xaricə mi köçmək istəyirsiniz? Yəni, hədəfinizdən asılı olaraq burada situasiya dəyişir. Buna uyğun mənə məlumatı verin. Qısa deyim, yəni siz sualı verməsəz də mən cavabı deyim. IFRS üzrə ACCA-dir. Kurslara yaza bilərsiniz. Yəni, çox rahat bir metod deyim də sizə. Instagramda axtarırsınız, ACCA yazırsınız. Qarşınıza ilk çıxan adlara yazıb, hətta gedib canlı oturub da baxa bilərsiniz. Yox, onlayn kurs istəyirsinizsə, mənim də kurslarım var. Dərslərimə baxıb qiymətləndirə bilərsiniz. Seçim sizindir, yəni. Polşa, Almaniya və s. nəzərdə tuturam. Mümkündür, yoldaşlar, yenə qeyd edirəm. Ola bilsin ki, canlı yayıma indi qoşulmusunuz. Hal-hazırda Azərbaycandan Avropaya və digər ölkələrə iş üçün müraciət eləmək istəyən yoldaşlar. Fikirləşməli olduğunuz məsələ hal-hazırda. Sertifikat deyil. İş tapmaq deyil. Ən vacib məsələ legal məsələlərdir. Yəni, ölkə qanunvericiliyi məni bu şərtlərlə işləməyə icazə verəcəkmi? Mənə icazə verəcəkmi? Tələbə kimi gəlmək istəyirəm. Tələbə olaraq iş iznim olacaqmı? Ən vacib nüans budur. Bundan sonra fikirləşin. Sertifikat alınmı? Nə qədər pul yığım? Hansı işlərə müraciət eləyim?
hansı vakansiyalara, şirkətlərə müraciət edeyim, nə vaxt gəlim. Bunlar ikinci dərəcəli sualdır. Yəni 2 kateqoriya sual var. Ən vacibi leqal məsələ. Ondan sonrası sertifikat və s. Sertifikatsız da iş tapmaq mümkündür və %100 mümkündür. Sertifikat açar nöqtə deyil. Açar nöqtə hüquqi məsələlərdir. Belə, yoldaşlar, yekunlaşdırım. Yenə qeyd edeyim, kimin ki canlı yayımdan əlavə bir sualı qaldı, mənə yazar zəhmət olmasa. Əsas danışdığımız nüanslar nələr oldu? Financial Management yeni başlayacaq qrupun elanı. Fundamental, hardakı ingilis diliniz zəifdir və hazırlaşmaq istəyirsiniz, fundamenti qurmaq istəyirsiniz. WhatsApp qrupumuz və sabahki canlı yayımı yenə xatırladım. Sabah ACCA və AI, yəni süni intellekt hara aparır, planlar nədir, ACCA-nin bu sahədə baxış açısı nədir? Bununla bağlı canlı yayımımız olacaq. Zoom webinardır, Instagram üzərindən deyil. Bakı vaxtı ilə axşam saat 8-də olacaq. Qoşulub suallarınızı ünvanlaya bilərsiniz. Belə, sağ olun yoldaşlar, təşəkkür edirəm suallarınıza görə, minnətdaram, gecəniz xeyrə qalsın.